Barometrin qaynar xəttinə Bakı metropolitenində çalışan və adının çəkilməsini istəməyən işçidən şikayət daxil olub. Şikayətçi iddia edir ki, prezidentin sərəncamı ilə 2025-ci ilin yanvar ayından etibarən metropoliten əməkdaşlarının əmək haqlarına rəsmi artım tətbiq olunsa da, onlar bu artımı aylardır ki, ala bilmir. Məsələ ilə bağlı Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətində əmək haqqı ödənişlərinin icrası, əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur. Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilmiş, minimum əmək haqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əmək haqqına tətbiq edilmişdir. Hazırda Bakı metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur. Əmək haqqı artımları Bakı metropoliteninin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla kooperativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Qarşı tərəfin izahatı ilə real vəziyyət arasında uyğunsuzluq aradan qaldırılmayana qədər suallar açıq qalır.